Hamınıza salam dostlar. Bugün sizlerle birlikte 8. sınıf riyaziyyat dersinden ilk bölümü olan kvadrat köşkler ve hesabı kvadrat kök hakkında olan çalışmalar işleyeceğiz. İzahını ətraflı olarak vereceğim. Ve izahına başlayaq. Birinci sualımızda gördüğünüz kimi bizden istəyir ki, deyir ki, birinci sualın birincisində deyir ki, natural ədədin kvadratına bərabər olan ədədə tam kvadrat ədəd deyilir. Bu nə deməkdir? Bircə dəqiqə. Qələmin rəngini də dəyişək. Aha. Bəli. Deməli, dedi ki, bizə natural ədədin kvadratına bərabər olan ədədə tam kvadrat ədəd deyilir. Biz natural ədədlər bilirik ki, birdən başlayaraq sonsuz kimi gedən rəqəmlər natural ədədlər deyilir. Yəni saydıqca istifadə etdiyimiz rəqəmlər natural ədədlər adlanır. Deməli, bir dənə natural ədəd götürək. Məsəl üçün 3. İndi deyək ki, natural ədədin kvadratı. 3-ün kvadratı bərabərdir nəyə edir? 3-ün kvadratı bərabərdir 9-a. 3-ün kvadratı 9-a bərabərdir. İndi baxın, deyir ki, natural ədədin kvadratına bərabər olan ədədə tam kvadrat ədəd deyilir. İndi natural ədədin kvadratına nə bərabər oldu? 3-ün kvadratına nə bərabər oldu? 9. Deməli, indi biz burada 9-u nə kimi götürəcəyik? Tam kvadrat ədəd. Aha, birincinin cavabına keçək. Aha, qələmi biraz da nazikləşdirəm. Aha, bəsidir. Deməli, deyir ki, bizə 1-dən 100-ə qədər ədədlər arasından tam kvadrat ədədləri seçib yazın. Onların kvadrat kökünü hesablayın. Aha, baxaq 1-dən 100-ə qədər. Başlayaq 1. 1-dən yəni bir belə yazmayaq, kvadratları yazaq. 1-in kvadratı 1, 2-nin kvadratı 4. Sonra 3-ün kvadratı 9. Sonra 4-ün kvadratı edir 16. 5'in kvadratı edir 25. Sonra 6'nın kvadratı edir 36. Altını biraz pis yazdım. 36. Aha, sonra 7'nin kvadratı edir 49. 8'in kvadratı edir 64. 9'un kvadratı edir 81. Və nəhayət 10'un kvadratı isə edir 100. Bizdən istədiyi qaydanı tətbiq edədik və bizdən deyildi ki, bunların kökünü hesabla. Yəni, biz, baxın, əslində bu ədədləri yazmalıydı. Baxın, buradan, baxın, bu ədədləri biz əslində yazmalıydıq. Bu ədədləri, buradakı ədədləri yazmalıydıq və onlardan kök çıxartmalıydıq. Yəni, biz də tam kökünü yazdıq 1-dən 10'a kimi ədədlərin. Yəni, cavabı budur. Sonra ikinciyə keçək. Bircə dəqiqə buranı təmizləyim. Buranı təmizləyə keçək ikinci variantını. Keçdi ikinci varianta. İkincisində bizə deyir ki, birinci tapşırığın cavablarını istifadə etməklə kvadrat kökləri tapın. Baxaq, biraz yaxınlaşdırım ki, daha dəqiq cavab yaza bilək. Aha, baxaq. Baxın, biz bilirik ki, məsəl üçün, kök altında 36 nəyə bərabərdir? 6-ya. Görürüz ki, burada 2 rəqəm var. Məsəl üçün, deyək, 0,36. Görürüz ki, burada vergüldən sonra 2 rəqəm var. Deməli, kök çıxdıqda isə vergüldən sonra 1 rəqəm qalmış olacaq. Baxın, indi burada 0,100-də 1 verilib deyə biz cavab alınır 0,10-da 1. Cavabımız alınır 0,10-da 1. Məsəl üçün, sonra keçək B variantına. B variantında da gördüyünüz kimi 9-dan nə çıxır? 3.
Vergüldən sonra 2 rəqəm var deyə biz bir rəqəm olaraq götürürük. 0,3. C variantına keçək. Burada da 36 var gördüyünüz kimi. 36-dan nə çıxır? 6. 2 rəqəm var deyə 0,6 kimi götürürük. Sonra 64 var. Burada 64-dən nə çıxır bilirik? 8 çıxır və 2 rəqəm olduğuna görə yenə də eyni qayda ilə bir rəqəm olaraq götürürük. 81-dən 9 çıxır və bu da 0,9. F variantına keçək. F variantında gördüyünüz kimi kəsrlə verilib. Kəsrlərin də kök çıxardılması çox asan qaydadadır. Məsəl üçün, baxın, yazın bura 36-da 25. Bunun kök altına salaq. Baxın, bunun kök altına saldıqda məxrəcdən çıxan kökü məxrəcdə, sürətdən çıxan kökü isə sürətdə yazaraq yenə də kəsrlə almış oluruq. Baxın, 36-dan kök nə çıxır? 6. Gördüyünüz kimi 36 məxrəcdədir, ondan çıxan kökü də məxrəcdə yazdım. 25-dən nə çıxır? 5. Onda gördüyünüz kimi 25 hardadırsa sürətdədir. Mən də 5-də onun üçün sürətdə yazdım. İndi baxın F variantında baxaq. 9-dan nə çıxır? 3. Ona görə 9 məxrəcdə olduğuna görə məxrəcdə yazdım. 3-ü 1-dən də 1 çıxır. Onun üçün onu da sürətdə yazdım. C variantına keçək. C variantında gördüyünüz kimi mən yazdığımla demək olar eynidir. 25-dən nə çıxır? 5 çıxır. Onu da 25 məxrəcdə D məxrəcdə yazdım. 16-dan isə 4 çıxır. Keçdik H variantına. H variantında 81-dən 9 çıxır. 64-dən isə 8. Aha, keçək I variantına. I variantında gördüyünüz kimi 9-dan 3 çıxır. 25-dən isə 5. Eyni qayda ilə K variantında da belə hesablayırıq. 100-dən 10 çıxır kök altında. 49-dan isə 7. Artıq keçdik ikinci suala. İkinci sualda bizə deyir ki, ikinci sualda da 2 dənə yəni rəqəm verilib ki, 2 dənə variant verilib ki, bunları hesablayaq. Öncə bunları silim bircə dəqiqə. Birincisinə baxaq. 111-dən 400-ə qədər ədədlər arasında kvadrat kökü tam ədəd olanları seçib yazın. Bunu da 1-dən 100-ə qədər yazdığımız kimi, amma bu səfər 11-dən başlayacaq. Nəyə görə? Çünki 101-dən böyük, yəni 101-dən böyük olan və 101-dən böyük ən kiçik kök çıxan rəqəm 121-dir və 121-dən də 11 çıxır. Onun üçün 11-dən başlayacaq 20-yə kimi, çünki 400-dən 20 çıxır. Yazaq, bircə dəqiqə yaxınlaşdırım ki, daha dəqiqliklə işləyə bilək. 11-in kvadratı. İstəyirsiniz bir dəqiqə qələmin ölçüsünü biraz da nazikləşdirim. Bəs edir bu. Biraz da 75 edir. Aha, bəs edir. Aha, başlayaq. 11. 11-in kvadratı bərabərdir 121. Sonra 12-nin kvadratı bərabərdir 144. Sonra biraz sağa çəkim. 13-ün kvadratı bərabərdir 169. 14-ün kvadratı bərabərdir 196. 15-in kvadratı 225. Biraz sağa çəkdim. 16-nın kvadratı 256. 17-nin kvadratı 289.
18'in kvadratı 324. 19'un kvadratı 381. 381. Aha, ve nihayet 20'nin kvadratı 407'dir. Aha, biraz kiçildi. Cevabımız bu oldu. Bakın 11'in kvadratından 20'nin kvadratına kadar cevapları yazmış oldum. İkinci bəndinə baxaq. İkinci bəndində də birinci tapşırıqda olduğu kimi kök çıxartmalıyıq. Burada artıq 4 rəqəmlilərdən necə kök çıxardılır onu izah edəcəm. Baxın, biraz yaxınlaşdırım. Aha, köklərini hesabla deyir bizə. Baxın, qıraqda izah edirəm. Bizə məsəl üçün 4 rəqəmli ədəd verir. 2 rəqəmli ədəddə nə elədik? 2 rəqəmli ədəddirsə, birini götürdük vergüldən sonra. Əgər vergüldən sonra 4 rəqəmli olarsa, burada deməli 2 rəqəmli götürəcəyik. 4-ün yarısı neçədir? 2. Deməli 4 rəqəm varsa, ikisini götürəcəyik. Vergüldən sonra 2 rəqəm yazacaq. Məsəl üçün, baxın, burada biraz daha yaxınlaşdırım ki, daha dəqiq işləyə bilək. 121-dən nə çıxır? 11 və 2 rəqəm yazmalıyam deyə. 2 rəqəm yazmalıyam deyə 0,11 kimi götürürüm. B variantına baxaq. B variantında gördüyünüz kimi 225 verilib. 225-dən nə çıxır? Təbii ki də 15. 15 də burada 4 rəqəm var deyə 2 rəqəm olaraq 100-də yazdım. 3 tam %24. Baxın, indi bunda nə edəcəyik? 324-dən nə çıxır? Biz bilirik ki, 324-dən 18 çıxır. Və vergüldən sonra 2 rəqəm var. Onun üçün həmin bu 2 rəqəmin arasına bir vergül atırıq. Və biz demişdik ki, vergüldən sonra bir rəqəm qalmalıdır. 2 rəqəm olduqda vergüldən sonra. Ona görə də cavabımız olur 1,8. Sonra keçdik D variantına. D variantında da 324-dən çıxır 18. Baxın, burada vergüldən sonra 4 rəqəm olduğu üçün vergüldən sonra burada 2 rəqəm kimi götürmüş olacaq. Burada 256-dan 16 çıxır. 4 rəqəm olduğuna görə ikisini vergüldən sonra yazmış oluram. Sonra F variantına keçək. F variantı da ən birinci sualdakı variantlara bənzər sualdır. 169-dan nə çıxır? Təbii ki də 13. 13-ü də gördüyünüz kimi 169 kimi. Baxın, bu suala bənzərdir. Baxın, bu sualla bu sual bənzərdir. 13-ü də gördüyünüz kimi 169-dan 10 çıxır. Onun üçün onu da məxrəcdə yazdım. 16-dan isə 4 çıxır. Keçək C variantına. C variantında gördüyünüz kimi 256-dan 16 çıxır və 121-dən isə 11. H variantına keçək. H variantında da gördüyünüz kimi 225-dən 15 çıxır və 361-dən isə bağışlayın. Mən burada səhvlik etmişim. Üzrlə səhv edin. Birdən birə burada səhvlik etmişim. Burada 381 qalmır. Burada 19'un kvadratı bərabərdir 361'e. Aha. 19'un kvadratı bərabərdir 361'e. 361'dən nə çıxır dedik? 19 və 144'dən də 12. Keçdik K variantına. K variantında da 289'dan 17 çıxır. 400'dən isə
birleştirdim bunları. 400'den ise 20 çıxır. Aha. Biraz miqyas çizildi. Aha. Keçdik artıq 3-cü suala. 3-cü sualda gördüyünüz kimi rəng çıxanların yerinə elə ədədlər yazın ki, bərabərliklər doğru olsun deyir bizə. Aha, yazaq. Biraz yenə yaxınlaşdırım. Baxaq bura. A variantında gördüyünüz kimi 13 verilib. Bizə kök altından nəsə çıxıb, kök altında nəsə bir ədəd var ki, həmin kök altındakı ədəddən 13 çıxıb. Deməli, biz burada 13-ün kvadratını tapmalıyıq ki, bu kök altındakı ədədi tapmış olaq. 13-ün kvadratı neçədir? 169. Deməli, bu rəngli xananın yerinə 169 yazmalıymışıq. Sonra keçək B variantına. B variantında gördüyünüz kimi 1.9 verilib. 19-un kvadratı nə edir? Əlbəttə ki də 361. Burada 1.9 verdiyinə görə və vergüdən sonra 1 rəqəm olduğuna görə onun üçün biz burada 2 rəqəm olaraq götürürük. 3,61 olmalıydı boş xananın yerinə. Üzr istəyirəm. Burada gördüyünüz kimi 0 dövrdə 6 verilib. Dövrlərdə rəqəm verdiyini görə biz bilirik ki, dövrdə rəqəm olduqda dövrdəki rəqəmin sayı qədər məxrəcə 9 yazırıq. Sürətə isə dövrdə olan rəqəmi yazırıq. 9-da 6 alınır və indi biz də bundan kök çıxartmaq üçün bunu ixtisar edək. Kvadratını tapacağıq da bu kökdən çıxartmaq üçün, kök altındakı boş xananı tapmaq üçün. İxtisar etdikdə, 3-ü ixtisar etdikdə 3 qalır. Burada da 2 qalır. 3-də 2-nin kvadratını tapmalıyıq ki, biz bu boş xananı tapa bilək. 3-də 2-nin də kvadratı nədir? Təbii ki də 9-da 4. Və biz bu boş xananın yerinə 9-da 4 yazmalı imişik. Bu tərəfi təmizləyim. Bizə D variantına yer qalsın. Aha. Keçdik D variantına. D variantına gördüyünüz kimi kəsirlə verib. Biz bunu kvadrata yüksəlsək, cavabımızı almış oluruq. 5-in kvadratı nədir? 25. 2-nin kvadratı da 4. Cavabımız oldu 25-də 4. Keçdik Y variantına. Y variantında gördüyünüz kimi yenə də kəsir formasında verilib və bunun kvadratını tapaq. 11-in kvadratı 121, 8-in kvadratı isə 64. Cavabımız oldu 121-də 64. Keçdik. Artıq son 2 sualımız qalıb. 4-cü suala keçdik və bizə deyir ki, kökün qiymətini tap. Gəlin istəyirsiniz bu çalışmanın cavabını aşağıdan yazım. Çünki burada gördüyünüz kimi, burada var imiş boş yer. Buradan yaza bilərik. Yaxınlaşdırın, buradan yazaq. Baxın, 6/4-də 1-i düzgün olmayan kəsə çevirə bilərik. Necə? Biz qarşı kəsiri necə düzgün olmayan kəsə çevirirdik? Öncə məxrəcdəki rəqəm olduğu kimi saxlayırdıq. Məxrəcdəkini tam hissəyə vurub, üzərinə sürəti əlavə edirdik. Məxrəci vururuq tam hissəyə, yəni 4-ü 6-ya vurduqda neçədir? 24. 24-ün üstünə isə sürəti əlavə edirik, yəni 1-i, o da edir 4-də 25. Kökdə 4-də 25-dən isə nə çıxır? Təbii ki də 4-dən 2 çıxır, 25-dən isə 5. Cavabımız oldu 2-də 5. A variantının cavabı 2-də 5 etdi. Sonra B variantına keçək. B variantında da gördüyünüz kimi yenə də qarışıq kəsir verib, yenə də biz düzgün olmayan çevirməliyik. 9-u vururuq 1-ə, üzərinə 7 əlavə edirik. 9-u 1-ə vurduqda 9, üzərinə 7 əlavə etdikdə isə 16 edir. Kökdə 9-da 16-dan isə 3-də 4 çıxır. B variantında yazdıq.
Keçdik C variantına. C variantında gördüyünüz kimi bizdən 0.4 verilib və biz dedik ki, dövrdə olduqdan nə kimi yazırıq? Məxrəcə dövrdə olan rəqəmin sayı qədər 9 yazırıq. Dövrdəki rəqəmi isə sürətə yazırıq və 9-da 4-dən də nə çıxır? Təbii ki də 3-də 2. Keçdik D variantına. D variantında da 2 tam 9'da. Baxın, burada da tam hissəni olduğu kimi saxlayıram və bunu da həmişə kimi dövrdə nə qədər rəqəm varsa, neçə rəqəm varsa, onun sayı qədər 9, sürəti isə dövrdəki rəqəmi yazıram. 2 tam 9'da 7 alındı və bunu da düzgün olmayan kəsrə çevirək. Bu da edir 9'da 9 2'ye vurduqda 18, 18'in üzərinə 7 əlavə etdikdə isə 25 alınır. 9'da 25'dən isə nə çıxır? Təbii ki də 3'də 5. Aha, 3'də 5 də bundan çıxdı. Sonra 5 tam dövrdə 4 verilib və biz də bunu həmişə kimi yazacağıq. Baxın, bunun kimi eyni qaydada 5 tam dövrdə 4'ü də necə yazıram? 9'da 4 kimi. Bunu da 9'da 4 kimi yazırıq. Sonra keçək, bunu da düzgün olmayan kəsrə çevirək. 9'da alınır, 9'u 5'ə vurduqda 45, 45'in üzərinə də 4 əlavə etsək 49. 9'da 49'dan isə nə çıxır? Təbii ki 3'də 7. Bəli, 4-cü sualımızın da sonuna gəldik. Artıq 5-ci, yəni son sualımıza çatdıq. Baxaq son sualımıza. Son sualımızda deyir ki, bizə A və B-nin qiymətlərini verib. Deyir ki, kök altında bunları toplayıb yazmalıyıq. Onlardan toplayıb kök almalıyıq bunun kök altında. Baxaq, A və B-nin qiymətləri verilib. Baxaq birinciyə. 4-ün üzərinə 32 əlavə etdikdə neçə edir? 36 edir və kök altında 36-dan isə nə çıxır? 6. İkinci hissəyə keçək. İkincidə deyir ki, 33-ün üzərinə -8 əlavə etdikdə edir 25. Bilirsiniz ki, müsbətlə mənfi toplandıqda modulu böyük olan rəqəmdən modulu kiçik olan çıxılır və modulu böyük olan rəqəmin işarəsi yazılır həmin nəticənin qarşısına və biz də buradan 33-dən 8 çıxdıq və qaldı 25. 25'dən isə çıxır 5. Keçdik sonuncu dedim, bağışlayın. Üçüncüyə. Üçüncüdə gördüyünüz kimi -25 və 26 verilib. Burada da dediyim kimi modulu böyük olana, modulu kiçik olana çıxırıq və qarşısına modulu böyük olanın işarəsi yazılır. 26-dan 25 çıxdıqda 1, 1-dən də 1 çıxır edir. 1 elə kök altında olduqda elə 1 çıxır. Aha, sonra 1 ilə 0 tam %21'i topladıqda edir 1 tam %21 və onu da çıxartdıqda olur. Bağışlayın. Onu da çıxartdıqda olur 1 tam onda 1. Sonra keçək 4-cüyə. 2 tam 2'nin üzərinə 0 tam %25 gəldikdə 2 tam %25 edir. 2 tam %25'dən də bilirsiniz ki 15 çıxır. Yəni 225'dən daha doğrusu 15 çıxır və biz bunu 2 tam %25'i 2 rəqəm var deyə 1.5 kimi yazacağıq. -2 və 11 verib, 11'dən 2'sini çıxdıqda 9 qalır, 9'dan isə 3 çıxır. 0.4'ün üzərinə 0.9 əlavə etdikdə edir 0 tam %49 və bu da edir 0 tam onda 7. Aha, son 3'ü qaldı. 0 tam onda 4'ün üzərinə -0 tam %4'ü gəldikdə. Baxın, gəlin aşağıda hesablayaq. 0.4 çıxılsın yazıq da. Burada 4 yazıq. Aha.
Burada sıfıra istədiyimiz qədər sıfır əlavə edə bilərik, bilirsiniz ki. Aha, 6'da 10'dan 4'ün çıxanda 6, 3'dən 0, 3 və burada da 0 qalır. Cavabımız olur 0,36. Bundan da nə çıxır? 0,6. Sonra keçək, son ikisi qaldı. 9'un üstünə 16 gəldikdə edir 25. 25'dən də çıxır kök 5. 64'ün üzərinə 36 gəldikdə 100 edir. 100'dən də çıxır 10. Və bu günlük bu qədər. Səhifə deməli 8'dəki bütün tapşırıqların izahını ətraflı olaraq izah verdim. Ümid edirəm ki, videomu bəyəndiniz və videomu bəyənmisinizsə şərh yazmağı unutmayın və kanalıma abunə olub like atmağı da unutmayın. Sağ olun deyirəm.